Baxın, əziz Azərbaycan xalqı, görün bu qeyrətsizlər bizim balalarımıza nəyi təbliğ edirlər? Məscidlərdən, küçələrdən, evlərdən, bizim ən ali dəyərlərimizdən olan, ən müqəddəs bayraq olan İmam Hüseynin bayrağın, Əhl-i Beytin bayrağın, hansı ki Azərbaycan Əhl-i Beyt diyarıdır, Hüseynçilər diyarıdır. Bütün hər bir yerdən yığışdırdılar. Hətta kimsə öz evində belə asırsa gedib onu cərimə elədilər, şərrədilər, narkotiklə, silahla, müəyyən vasitələrlə. Amma bu günləri görün bizim balalarımıza nəyi təbliğ edirlər. Terrorist qan içən, körpə uşaq, arvad uşaq qatil olan bu şərəfsiz İslam bayrağı. Nəyə görə? Mən bu Beqeyrət Təhsil Naziri sizə səslənirəm, ay biqeyrət qeyrətsizlər. Nəyə görə bizim balalarımıza bu terrorizmi təbliğ edirsiniz? Göstərirsiniz. Nəyə görə bizim Azərbaycan xalqının balaları bu teröristlərin bayrağını görməlidir? Sizin məqsadınız nədir? Ay şərəfsiz, qeyrətsizlər. Vicdanınız, mənliyiniz yoxdur, bilirik. Ancaq bizim balalarımıza belə qeyrətsizliklərinizi təbliğ eləməyin.